Niyə insan sıxıntılı duruma düşəndə onun həllini düşünmək əvəzinə ilk növbədə ağlına təqsirkar axtarmaq düşür? Bu, insanda qəzəb hissi yaradaraq vaxtını, enerjisini bu lazımsız düşüncələrə, duyğulara sərf edir. İnsan düşdüyü durumdan necə çıxmağı düşünmək yerinə günahkarlar axtarıb onları lənətləməklə daha da özünü batırır. Amma bu, çıxış yolu deyil. Bu duruma nədən düşdüm deyə düşünərək, səbəbləri öz yanlışlıqlarında axtarmaq doğru yanaşmadır və özünə aid olan günahları da görəndə özünə qarşı qəzəb duyğularına qapılmasın. Çünki bu da çıxış yolu deyil. Biz daxili halımızı sabit, təmkinli, huzurlu saxlayaraq durumu həll edə, vəziyyətdən çıxa bilərik. Lazımsız, negativ fikirlər, vaxt, enerji itkisi özümüzə qarşı özümüzün yaratdığı maneədir. Yalnız durğun sularda əşyalar təhrif edilmədən özünü düzgün əks etdirir və yalnız sakit ağılda dünyanı adekvat qavramaq olur. Həyatımıza ağılımızın düzgün prizmasından baxaq ki, özümüzə zərər verməyək, həm də başqalarına zərərimiz dəyməsin. Bunun üçün dərin düşünməyə, geniş çərçivədən baxmağa ehtiyacımız var və bunu meditasiyanın köməyi ilə əldə edə bilərik. Çünki meditasiya bizə başqalarına, zahirə baxmağa deyil, məhz öz içimizə baxmağı öyrədir. Özümə baxmaq, özümü analiz etmək müdrik yanaşmadır.